Xoş gördük sizləri əziz şagirdlər. Bu gün sizlərlə bir məhsullu təmizliklər və məsələlər mövzusundan qəbul və buraxılış tipli sualların izahına baxacağıq. Gəlin başlayalım birinci sualdan. Tənliyinin sonsuz sayda həlli olarsa, A üstə gələ B cəmini tapın. Uşaqlar, AX bərabərdir B tənliyinin haçan sonsuz sayda həlli var? A bərabər 0 və B bərabər 0 olduqda. O zaman AB çıxaq 6 bərabərdir 0 və A çıxaq 4 bərabər 0 tənliyini həll edərik. Buradan A bərabərdir 4. Birinci tənlikdə A-nın yerinə 4 yazsaq, 4B çıxaq 6 bərabər 0, B bərabərdir 1,5-ə. O zaman A üstə gələk B bərabərdir 4 üstə gəl 1,5, 5,5-ə. Baxaq ikinci suala. Tənliyinin kökləri x1 və x2 olarsa, ifadəsinin qiymətini hesablayın. x1 kiçikdir 0. Uşaqlar, deməli, x1 necə ədəddir? Mənfi ədəddir. Düzdürmü? Və baxırıq ki, tənliyinin kökləri hasili x1 vura x2 nəyə bərabərdir? Mənfi 1-ə. Deməli, x2 də müsbət ədədiymiş. Məsələn də, o zaman başlayaq. 2 kök altda x2-nin kvadratı. Köklə kvadrat gedəcək. Nə çıxacaq? 2x2. Düzdürmü? Müsbətdən olduğu kimi çıxır. Üstə gəl. x1 çıxaq x2 uşaqlar. Kvadratdan kök gedəcək, mənfi ədəd verər. Kökdən də müsbət çıxdığı üçün o zaman əksi çıxacaq. x2 çıxaq x1. Çıxaq 4x1-in kvadratı. x1 mənfi ədəddir, düzdürmü? Çölə çıxanda bir dənə də mənfi qarşı atır. Üstə gəl 4x1-ə. Biz bunu sadələşdirsək, 2x2-nin üstünə x2 gəldikdə 3x2, x1 və 4x1-i çıxdıqda üstə gəl 3x1. Buradan 3 mötərizə xaricinə çıxarsaq, x1 üstə gələ x2, kökləri cəmi də tənlikdən gördüyümüz kimi mənfi 2-yə bərabərdir. Mənfi 2-ni də 3-ə vururuq, mənfi 6-ya. Baxaq növbəti 3-cü suala. Zalda olan şagirdlərin hər stol arxasında 4 nəfər oturduqda, uşaqlar, stol sayını x qəbul edək. X stolumuz var. Stol. Deyir ki, hər stol arxasında 4 nəfər oturduqda. O zaman 4x, 4 şagird ayaq üstə qalar. Üstə gələk 4. Bu nə oldu, əziz şagirdlər? Şagirdlərin sayı. Hər stol arxasında 6 nəfər oturduqda, yəni 6x, 4 stol boş qalar. Çıxaq 4 dəfə 6-nın 24-ə. Düzdürmü? Bu da şagird sayıdır, bu da şagird sayıdır. Deməli, biz bunları bərabərləşdirib tənliyimizi qurarıq. O zaman tənliyi həll edək. 4-ün üstünə 24 gəldikdə 28 bərabərdir 2x-ə, x də bərabərdir 14-ə. Bizdən nə istəyir? Zaldakı şagirdlərin sayını tapın. 14-ü aparıb birinci tənlikdə fərqi yoxdur ya, ikinci tənlikdə yerinə yazsaq, 4 vuraq 14. Üstə gələk 4. Neçə yiyəcək? 60. Baxaq 4-cü suala. Əziz şagirdlər, biz dedik ki, kvadratla kök gedir və nə çıxır? Müsbət çıxır. Baxırıq ki, x çıxaq 3 olduğu kimi çıxıbdır. Yəni müsbət çıxıbdır. Deməli, x çıxaq 3 ədədi nə imiş? Müsbət imiş. Yəni böyük bərabərdir 0 imiş. Burada x böyük bərabərdir 3-dən. Cavabımız 3 müsbət sonsuzluq B variantı. Baxaq birinci suala. Modulda x-in kvadratı üstə gəl x çıxaq 12 bərabərdir. Buradan mənfini çölə çıxarsaq, olacaq x-in kvadratı üstə gəl x çıxaq 12-yə. Bax, 4-cü sualla oxşar sualdır. Baxırıq ki, uşaqlar, moduldan nə çıxır? Müsbət. Amma burada neyiniyibdir? Qabağa bir mənfi atıb çıxıbdır. Düzdürmü? Deməli, x-in kvadratı üstə gəl x çıxaq 12 nə imiş? Mənfi ədədiymiş. Yəni, kiçik bərabər 0 imiş ki, mənfi imiş ki, qabağına da bir mənfi atıblar ki, müsbət olsun. Bu tənliyi həll edirik. Bunun da kökləri x1 bərabərdir mənfi 4, x2 bərabərdir 3. Viet teoremi ilə tapırıq. Və ədəd oxunda yerinə yazaq. Mənfi 4 daxildir, içini doldururuq. Mənfi 4, 3 də daxildir, onu da içini doldururuq.
Deməli, 3-dən sağa bir ədəd versək müsbət, mənfi, müsbət. Bizə də mənfilər lazımdır. Cavab -4 və 3. Düzdürmü? Bizdən nə istəyir? Tənlinindir tam köklərinin sayı. 3 vahid sağa, 4 vahid sola. 7, bir dənə də 0, 8. 6-cı suala baxaq. Tənliyinin köklərindən biri 0 olduqda n parametrinin qiymətləri cəmini tapın. Əziz şagirdlər, köklərindən biri 0 o deməkdir ki, yəni x bərabərdir 0-dır. Tənlikdə x-in yerinə yazacağıq, 0 yazacağıq. Deməli, 8-i 0, 0, 11 dəfə 0-ın 0, nə qalır? M-in kvadratı üstəgələk 5m çıxaq 14 bərabərdir 0. M parametrinin qiymətləri cəmi də m1 üstəgələk m2 v terimi ilə -5-ə bərabərdir. Keçirik 7-ci suala. Tənliyinin kökləri cəmini tapın. Baxırıq ki, burada modul var. Modul varsa bir dəfə olduğu kimi açırıq. Bax, yazıram bir dəfə olduğu kimi. Bir dəfə də nə? Bir dəfə də əksi açılır. Əksi. Deməli, olduğu kimi açsaq, x-in kvadratı çıxaq 2x çıxaq 3x üstəgələk 3 üstəgələk 3 bərabərdir 0. 3-lər yox, nə gedir burada? X-in kvadratı çıxaq 5x üstəgəl 6 bərabərdir 0. Toplayanda 5, vuranda 6. x1 bərabərdir 2, x2 bərabərdir 3-ə. Bir dəfə də əziz şagirdlər əksi açılacaq. Olacaq belə x-in kvadratı çıxaq 2x necə olacaq burada? -3-ü vuranda çıxaq 3. Düzdürmü? Əksi açılanda. Üstəgəl 3x olacaq. -3-ü -1-ə vuranda müsbət 3 eləyir. Amma əksi olduğu üçün -3 yazdıq. Sonra çıxaq 3x eləməli idi. Amma əksi olduğu üçün üstəgələk 3x. Bir də üstəgələk neçəyə? 3-ə. Bərabərdir 0. Bunu da sadələşdirsək, x-in kvadratı üstəgələk x bərabərdir 0. Buradan x-i mötərizə xaricdən çıxarsaq, x üstəgələk 1 bərabər 0, x bərabərdir 1 və x bərabərdir -1-ə. Tənliyinin kökləri cəmi, yəni 2 üstəgəl 3 üstəgəl 0 üstəgəl -1 bərabərdir 4-ə. Ola bilsin qaranlıq qaldı ikinci necə açdıqsa. Yəni, biz -3-ü 1 çıxaq x-ə vurduq da. Görürsünüzmü? M parametrinin hansı qiymətində tənliyinin 3 kökü var? Uşaqlar, tənliyinin 3 kökü olmaqdan ötürü c bərabərdir 0 olmalıdır. Niyə? Niyə bu belə olmalıdır? Gəlin, bax, özümüzdən bir ədəd yazaq. X-in kvadratı modulda x-in kvadratı yazaq. Çıxaq 6 modulda 2x üstəgələk 5 bərabər 0. Toplayanda 6 vuranda 5. Deyirik ki, bir kökü olacaq. Neçə? 5. Bir kökü də olacaq 1. Düzdürmü? Biz bunu həll edəndə x bərabərdir bir dəfə 5, bir dəfə də -5 deyirik də. Burada x bərabərdir 1, bir də -1. Gördünüzmü? 4 kök oldu. Amma 3 kök olanda c'si bərabər 0 olmalıdır. Yəni, bir kökü 0 olsun, digəri də onsuz da necə deyim, moduldan -1 müsbət olacaq da. Yəni, belə. Baxın, nə deyirəm. X-in kvadratı çıxaq 6 modulda x üstəgələk m çıxaq 3 bərabər 0. Dedik ki, nə olmalıdır? C'si bərabər 0. Yəni, m çıxaq 3 bərabər 0, m bərabərdir 3-ə. Cavabımız 3-dür. Həqiqətən yerinə qoyaq, baxaq. X-in kvadratı çıxaq 6 modulda x bərabərdir 0. Buradan x-i mötərizə xaricdən çıxarsaq, nə olacaq? 2x çıxaq 6 bərabər 0. Hasil hasan 0-a bərabərdir. Qrupların hər biri ayrı-ayrılıqda 0-a bərabər olduqda. Yəni, x bərabər 0, bir dəfə də modulda 2x bərabər 6, x bərabərdir -müsbət 6. Gördünüzmü, əziz şagirdlər? 3 kökü oldu. -6, müsbət 6, 0. Yəni, qısaca olaraq 3 kökü sorunçursa, c bərabərdir 0 olmalıdır. Bu qədər basit.
tənliyinin sonsuz sayda kökü olarsa. Uşaqlar, biz ilk öncə bu tip tənliklərdə bunu biz xətti tənliyə gətirməliyik. Yəni ax bərabər b şəklinə gətirməliyik. Yəni x-ləri bir tərəfə, ədədlər bir tərəfə. Gəlin keçirdək. Necə olacaq? Mx-in kvadratı üstə gələk n kvadratı x çıxaq 7x bərabərdir 2m-in çıxaq 7-yə. Buradan biz x-i mötərizə xaricində çıxarsaq, olacaq m kvadratı üstə gəl n kvadratı çıxaq 7x bərabərdir 2m-in çıxaq 7-yə. Oldu mu indi ax bərabər b şəklində? Ax bərabər b tənliyinin haçan sonsuz sayda həlli var? A da bərabər 0, b də bərabərdir 0 olduqda. Yəni olacaq belə də m kvadratı üstə gələk n kvadratı bərabər 7-yə. Buradan 2m-in bərabərdir. Daha doğrusu düz yazdım. 7-yə m-in də bərabərdir 3,5-ə. İndi bizdən deyir ki, 7n bölək m üstə n ifadəsinin qiymətini tapın. Bunu necə edərik? Baxaq. Deməli, əziz şagirdlər, biz m kvadrat üstə n kvadratını müxtəsər vurma düsturu ilə açaq. M çıxaq n-in kvadratı üstə gəl 2mn bərabərdir 7. 2mn-in də yerinə nə yazacağıq? 7 yazsaq, olacaq m çıxaq n-in kvadratı 7-dən 7 çıxırıq 0. Buradan məlum olur ki, m bərabər n imiş. Aha. O zaman biz aparıcı ifadəmizdə m-in yerinə n yazacağıq. Olacaq belə. 7n bölək n üstə gəl n. Yəni 7n bölək 2n. Burada n'lər gedəcək. Cavab 3,5 almış olarıq. M parametrinin hansı qiymətində tənliyinin köklərinin kvadratları cəmi ən kiçik qiymət alar? Yəni, əziz şagirdlər, x1-in kvadratı üstə gələk x2-nin kvadratı nə alsın? Ən kiçik qiymət alsın. Buradan biz müxtəsər vurma düsturu ilə açsaq, olacaq x1 üstə gələk x2-nin mötərizə kvadratı çıxaq 2x1 2x2-yə. x1 üstə gələk x2-nin yerinə yazacağıq nə? M çıxaq 3-ün kvadratı. Çünki kökləri cəmi b bölək a-ya bərabərdir. x1 vura x2-nin yerinə isə yazacağıq -5m. -5m də 2-yə vurulduqda olacaq üstə gəl 10m-ə. Müxtəsər vurma düsturunu açıb sadələşdirsək, birincinin kvadratı çıxaq birinci ilə ikincinin hansının 2 misli. Yəni 6m üstə gələk 9 üstə gələk 10m bərabərdir m-in kvadratı üstə gələk 4m üstə gələk 9 bərabərdir 0-a. Kvadrat tənliyin ən kiçik qiymətinin tapılma düsturu n-in düsturu ilə n bərabərdir -b kvadratı çıxaq 4ac bölək 4a. Yəni -16 çıxaq 36 bölək 4a. O da bərabərdir 5. Baxaq 11-ci suala. Tənliyinin yeganə həllinin olması üçün A parametrinin ala biləcəyi qiymətlərin sayını tapın. Əziz şagirdlər, gəlin ilk öncə bu məxrəcdən qurtulaq. Neyniyək? X-ə vuraq hər bir həddini. O zaman olacaq bu şəkildə də 7a çıxaq a-nın kvadratı çıxaq 12 x-in kvadratı çıxaq 2xa çıxaq 1 bərabər 0. Oldu kvadrat tənli şəkildə. Kvadrat tənliyin yeganə həlli olması üçün d bərabərdir 0 olmalıdır. Yəni 2 bərabər kök olmalıdır. Və ya a bərabərdir 0 olmalıdır. Bu 0 olsa, a bərabərdir 0 olsa, necə bu xətti tənliyə əmələ gələcək və yeganə həll olacaq. Bir kök olacaq. Düzdürmü? Gəlin ilk öncə diskriminant bərabər 0 eləyək. D bərabərdir b kvadratı. Yəni 2a-nın kvadratı eləyəcək. Gəlin biz bunu silək. 2ax yazaq, səliqəli olsun. Çıxaq 2
AX-ə. D bərabər B kvadrat. Yəni 4A-nın kvadratı çıxaq 4AC. 4-ü vuracaq mörtəzəyə, bir də C-yə mənfi 1-ə vuracaq. Mənfi 1-ə vuranda üstə gələk 4. Mörtəzədə 7A çıxaq A-nın kvadratı çıxaq 12. Bərabərdir. Biz biraz da bunu sadələşdirsək, 4A kvadratı üstə gəl 28A çıxaq 4A kvadratı çıxaq 48-ə bərabərdir 0. Bu tənliyi həll etsək, necə olacaq? A bərabərdir. A bərabərdir. Belə olacaq da deməli 28A bərabərdir 48-ə. A bərabərdir 48 bölü 28. Bizə A parametrini ala biləcək qiymətlərin sayını istəyir. Bu biri. Düzdürmü? İndi ikincisinə baxaq. İkincisində də A bərabər 0 olmalı dedik. Yəni 7A çıxaq A-nın kvadratı çıxaq 12 bərabərdir 0 olmalıdır. Biz bunu da mənfiyə vursaq, A kvadratı çıxaq 7A üstə gələk 12 bərabərdir 0. Toplayanda 7 vuranda 12. A1 bərabərdir 4, A2 bərabərdir 3-ə. Deməli, 1, 2, 3 A parametrinin üst qiymətində cavab 3C variantı. Baxaq 12-ci suala. Tənliyinin 2 bərabər kökünün olması üçün P parametrinin ala biləcəyi qiymətlərin cəmini tapın. Tənliyinin D bərabər 0 olduqda 2 bərabər kökü var. D bərabər B kvadratı, yəni 9P-nin kvadratı çıxaq 4AC çıxaq 4P-nin kvadratı üstə gəl 40P üstə gəl 20 bərabərdir 0. Tənliyini həll edək. Buradan 5P-nin kvadratı çıxaq 40P üstə gəl 20 bərabərdir 0. Hər tərəfi 5-ə bölsək, P kvadratı çıxaq 8P üstə gələk 4 bərabər 0. P parametrini ala biləcək qiymətlərin cəmini deyir. Yəni P1 üstə gələk P2 bərabərdir V teoremi ilə 8-ə. Baxaq 13-cü suala. Uşaqlar, bax əgər modul tənliyi varsa, bir dəfə olduğu kimi açılır, bir dəfə isə əksi. Yəni mənfisi açılır. Yəni birinci variant da olduğu kimi açaq. X-in kvadratı bərabərdir 1 çıxaq 2x-in kvadratına. Düzdürmü? X-ləri bir tərəfə keçirsək, 3x-in kvadratı bərabərdir 1, x-in kvadratı bərabərdir 3-də 1, x də bərabərdir kök altında mənfi müsbət 3-də 1-ə. İndi isə əksini açaq. X-in kvadratı çıxaq bərabərdir mənfi 1 üstə gələk 2x-in kvadratı. Buradan x-in kvadratı bərabərdir 1-ə, x bərabərdir mənfi müsbət 1-ə. Tənliyinin kökləri hasilini tapın. Yəni mənfi kök altda 3-də 1 vuraq kök altda 3-də 1 vuraq 1 vuraq mənfi 1. Nə eləyəcək? Cavabımız mənfi mənfiyə vurduqda müsbət 3-də 1-ə. Baxaq 14-cü suala. Tənliyinin kökləri cəmini tapın. 2 modulda x çıxaq 2. Biz ikinci ifadəni vuruqlara ayırsaq, köklər nədir bunun? Toplayanda 5 vuranda 6, yəni x1 bərabərdir 3, x2 bərabərdir 2-yə. O zaman bu şəkildə vuruqlara ayrılacaq. Modulda x çıxaq 2, modulda x çıxaq 3 bərabər 0. Buradan modulda x çıxaq 2-ni mötərizə xaricinə çıxarsaq, alacağıq nə? 2 çıxaq modulda x çıxaq 3-ə. Düzdürmü? Bərabərdir 0. Hasil açan 0-a bərabərdir. Vuruqların hər biri ayrı-ayrılıqda 0-a bərabər olduqda. Yəni x bərabərdir bir dəfə 2-yə, bir dəfə də modulda x çıxaq 3 bərabərdir 2. Modul tənliyi açanda bir dəfə özünə bərabər edirik, bir dəfə də mənfisinə. Mənfi 2. Buradan x bərabərdir 5, x bərabərdir 1-ə. Tənliyinin kökləri cəmi, yəni 2 üstə gəl 5 üstə gələk 1 bərabərdir 8-ə. Və sonuncu suala, 15-ci suala baxaq. Kater çayın axını istiqamətində sürəti.
Əziz şagirdlər, axını x istiqamətində dedikdə çay bu şəkildə axırsa, kater də çay istiqamətində gedir. O zaman sürətlər toplanılır. Niyə? Çünki arxadan çay da itələyir. Deməli, kater çayın axınına qarşı getdikdə isə, axınına qarşı nə deməkdir? Çay bu şəkildə axırsa, kater onun əks istiqamətdə hərəkət edir. O zaman isə sürətlər çıxılır. Yəni katerin sürəti çayı zəiflədir. Nə edəcəyik? Kater çayın axın istiqamətində. Yəni öz sürətimlə, katerin öz sürətimlə çayın sürəti toplanılır. Bərabərdir 26,4-ə. Axınına qarşı nə deməkdir? Öz sürətindən çayın sürəti çıxılır. Bərabərdir 18,2-yə. Sistem tənlik şəklində alt-alta yazıb həll edirik. Katerin durğun sudakı sürətini tapın. 2 v öz, yəni öz sürəti bərabərdir. Toplayanda neçə eləyəcək? 44,6-ya. V öz bərabərdir. 44,6-nı 2-yə bölürük. 22,3. Yəni katerin durğun sudakı öz sürəti 22,3-ə bərabərdir. Əgər məsələn çayın sürətini soruşsaydı, yerinə yazıb tapmaq olardı. Bu qədər əziz şagirdlər. Bir bölməmizin daha sonuna çatdıq. Əlavə bir sualınız, qaranlıq qalan bir məqam olarsa, nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun.